Hoş gelmişsiniz kardeşler. Allah size bereket versin. Allah subhanahu wa ta'ala Nerman babanı kovuşturdu. Rabbine gayet yetti. Rüstem kardeş bir tane bize bir nəsihət eləsin. Buyur. Bismillah. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Qardaşlarım, yəni qısa bir xatırlatma etmək istəyirəm. Təbii ki, xatırlatmaq möminlərə fayda verir və kim ki Allah'a və Rəsuluna qədirsinə faydadır. Və həyat bura qədər. Hamısı bura qədər. Yəni istər kiminsə nəsəbi olsun, istər varı, dövləti fərq eləməz. Muhammed sallallahu aleyhi ve selleme haram deyildi ölüm. Allah Resulü üçün halal deyil. Yəni Allah Resulü vəfat edibsə və yerdə qalanlar hamısı vəfat edəcəkdir. Ki Allah Teala kitabında buyurur ki, sən ölsən onlar müsaq qalacaqlar. Və onun göstərir ki, insanın həyatında nə ölüm, nə də onun doğulmağı onun öz arzu istəyi ilə deyil. O qəflətən gəlir, aparır gedir. Və sadəcə olaraq insan gərək hazırlaşı olun. Daim hazır olsun. Çünki qəfl olan şeylər daimi hazırlıq istəyir. Məsələn, evə qonaq gələndə sabah gələcəksə bu gün hazırlaşırsan və bilirsən sabahdır. Hətta evə birdən tez gəlsən bəlkə qoymarsan. Amma sabah gələcəyini bildin, alıb bilirsən, hazırlığını görürsən. Amma ölüm elə deyil. Ölümdə hazırlıq yox. Ölüm daimi hazırlıq olmalıdır. Çünki qəbirstanlığa girirsən, dəfn edirsən, orada körp uşaqlar da var. Orada yaşlı böyüklər də var. Orada öz istəyi ilə ölməyənlər, öldürülənlər də var. Özünü də öldürənlər. Gör nə qədər görəcəksən. Və heç bir də arzu istəyi ilə deyil. Və bu gün də həmsin. Sadəcə qurtuluş, uğur, nəcat, Allahın qarşısında razılıq. Əsas məqsəd budur. O da Allaha olan itaətləndir. Çünki itaət eləyən də dünyasını dəyişir, itaət eləməyən də dünyasını dəyişir. Fərq yoxdur. Fərq sadəcə bir şeydir. Allaha qovuşmağın anında. Necə qovuşulacaq? Elhamdülillah, daimiz xeyir üzərində qovuşdu Allaha. O da bir ibrətdir. O da bir ibrət hər bir cavana və ibrətdir hər bir yaşlıya. Və ibrətdir ki, necə olacaqsın? Təqva üzərində, yoxsa təqvadan müxalif olaq, yoxsa təqvasız. Çünki nə qədər yaşlılanlar oldu ki, sonda düşmən kimi öldür, yəni Rəbbinə. Ona qədər ölüm ibrətdir. Ona qədər sahabələr əlləri ilə hətta işarə edirdilər qəbirləri. Və işarə edir və ora qədər. Hətta Buhrə radiyallahu anhu sahabələri dəfn edəndə, sahabələr dəfn olanda onların qəbirlərinin üstündə oturardı. Və deyər ki, gedilən yer orada, biz ora gələcəyik. Və ora sondur. Və sadəcə o sonda gələn məqsəd olsun. Elə insanlar var ki, ölürlər, vəfat edirlər. Onlar vəfat edəndən sonra onların ölümləri xeyir olur. Və daim də deyəcək, filan kəs filan idi. Filan kəs gecə namazlarını qılan idi. Filan kəs Allah yolunda çağıran idi. Filan kəs Allahın dinə dəvət edən idi. Filan kəs gör nə qədər xeyirlər və ölüb insan. Və Allah subhanallah nə qədər dirilər var ki, azı çəkilmir. Əksinə kimsə adını çəkəndə sustururlar. O yüzden görürsən, ölüm xeyir insanın qapısını bağlamır. Ölüm sadəcə ibrətdir. Həmsində neymət də Allahın verdiyi neymətlərdən bir neymətdir. Çünki o Rəbbinə, artıq Rəbbinə qovuşulacaq. İnsan sevdiyinə qovuşmaq istəyir. Nə zaman ki, İbrahim aleyhisselam ona ölüm gələndə Rəbbinə deyir ki, ya Rabbi, dost da dostun canını alar. Çünki o Halil idi, Halilullah, Allahın dostuydu. Ən yaxın yəni. Dostluqdan da yaxın, ən yaxın dostluq. Və Rəbbin ona deyir ki, dost da dosta qovuşmaqdan imtina eləyərmi? Ona görə də Allahdan qorxan üçün Rəbbinə qovuşmaq müsibət deyil. Müsibət Allahdan qorxmayanlar Rəbbinə qovuşması üçündür. Və həm də daimiz xeyir üzərində dünyasını dəyişir. Və Allah Teala'dan istəyirəm ki, onun bağışlasın, əfv eləsin. Və biz də ən xeyirli sonluqla bizim canımızı alsın. Allah Teala'dan istəyirəm ki, bizim müsəlmanlar dəfn etsin. Allah Teala'dan istəyirəm ki, bizim müsəlmanların dəfn olunduğu yerə dəfn etsinlər. Və müsəlmanlar biz dünyamız dəyişəndən sonra bizə dua eləsinlər. Və bizdən sonra yalnızca xeyir danışılsın. Allah Teala bizi şərə həmişə qıfıl eləsin və yalnız xeyir açar eləsin. Yəni xeyirdə qabaqda gələnlərdən. Və dünyamız dəyişək də belə xeyirlə adımızı insanların dilində çağırırsın. Allah rəhmət etsin, Allah günahlarını bağışlasın. Amin. Və dua edin. Onun ehtiyacı var bizim dualarımıza. Əməllərinə və həmsə bizim duamıza. Biz qardaşıyıq onun. Yaşda bizdən böyük olsa biz onun kiçik qardaşıyıq. Və bizim duamıza ehtiyacı var. Və bizim də ehtiyacımız var əslən dua eləməyə. Və bizim də ehtiyacımız var dua eləməyə. Dua edin qardaşımız üçün. Allah onun bağışlasın, əfv eləsin. Qəbrini genişləndirsin, qəbrini nurlandırsın. Və onun cənnət darxanlarını eləsin. Çünki Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, insan qəbirdə görəcək o gələcəyi yerini, cənnəti görəcək, cənnətdə yaşayacağı yerdə görəcək, Rəbb ona göstərəcək. Onu da istəyəcək, tez olsun qiyamət.